911-ə telefon zəng edilir. Zəngi edən şəxs tələsik və tənginəfəs şəkildə deyir: "Mən Brandon Lawsonam. Onlar arxamca gəlirlər. Kömək edin. Mən tarladayam." Və beləliklə polisə edilən zəng kəsilir. Kyle qardaşına məxsus maşını yolun kənarında park edilmiş şəkildə görür. Ancaq qardaşı orada yox idi. Təəccüblə Kyle qardaşına zəng edir. Brandon zəngə cavab verir və pıçıltı ilə deyir: "Mən buradayam." Kyle ətrafına baxır. Orada heç kimi görmür, çünki orada heç kim yox idi. 8 avqust 2013-cü il Texasın San Angelo şəhəri. Gecə olmasına baxmayaraq hava çox isti idi. Bu şəxs isə Brandon Lawsondur. 26 yaşı var və 2 uşaq atasıdır. Brandon'ı tanıyanlar deyir ki, o enerjili, tələsik qərarlar verən və ailəsinə bağlı biri idi. 8 avqust gecəsi yoldaşı ilə arasında gərginlik yaşamışdı. Adi kiçik bir mübahisə. Bəzən insanın həyatını dəyişən hadisələr belə kiçik mübahisələrlə başlayır. O, əsəbi halda evdən çıxdı və qapı örtüldü. Pikap markalı maşından minərək ABŞ-ın Highway 277 nömrəli yoluna çıxdı. Bu yol Texas şəhərinin içindən keçir. Orada yalnız iki şey eşidilir. 1. Külək səsi, 2. Uzaqdan keçən maşınların səsi. Saat gecə 1-in yarısı idi. Brandon qardaşı Kyle'a zəng edərək dedi: "Benzinim bitib, yolda qalmışam." Kyle isə cavab verdi: "Gözlə, gəlirəm." Hər şey sadə görünürdü, amma bu gecə sadə olmayacaq. Saat 00:35 Brandon növbəti zəngini etdi. Bu zəng 911-ə edilmişdi. Operator cavab verdi və Brandon danışmağa başladı. Sözlər qarışıq idi. Sanki o qaçaraq danışırdı və zəngdə belə sözlər eşidilirdi: "Mən Brandon Lawsonam. Kömək lazımdır. Onlar arxamca gəlir." Operator soruşur: "Kim?" Amma Brandon'ın səsi daha da qarışır. Sonra zəng kəsilir. Saat 00:50 Kyle 20 dəqiqə sonra Brandon'ın dediyi yerə gəlir və yolun kənarında onun pikap markalı maşınını görür. Maşının faralarından biri hələ də yanırdı. Qapı yarım açıq vəziyyətdə idi. Ancaq içəridə heç kim yox idi. Kyle onu çağırdı. Brandon, ancaq cavab verən yox idi. Kyle qardaşının harda olduğunu öyrənmək üçün ona zəng etdi. Brandon telefonu açdı. Bir neçə saniyə səssizlikdən sonra pıçıltı ilə cavab verdi: "Mən buradayam." Kyle ətrafına baxdı. Hər tərəf qaranlıq idi və yol tamamilə boş idi. Yolun sağında isə tarlalar uzanırdı. Ətrafda heç kim görünmürdü. Kyle yenə soruşdu: "Sən hardasan?" Amma cavab gəlmədi. Zəng kəsildi. Bu, Brandon Lawson'un son dəfə eşidilən səsi idi. Çox keçmədən əraziyə polislər gəldi. Ancaq onlar da nə baş verdiyini başa düşmədilər. Səhər açılanda isə axtarışlar başladı. Axtarışlara mütəxəssislər, könüllülər və axtarış itləri cəlb edildi. Havadan isə helikopterlərlə dəstək verildi. Texas səhrasının kilometrlərlə ərazisi yoxlanıldı. Problem o idi ki, heç bir iz tapılmadı. Nə ayaq izi, nə qan izi, nə də dava izi. Sanki Brandon telefon zəngindən sonra bir anda yox olmuşdu. Hadisəni araşdıran polislər bir neçə qəribə detalla üzləşdilər. Polislər müəyyən etdi ki, maşının benzini tam bitməmişdi. Son zəng tarlanın içindən edilmişdi və polisə edilən zəng çox qarışıq idi. İllər keçdi. Hadisə demək olar ki, sir olaraq qaldı, ta ki 2022-ci ilə qədər. Həmin əraziyə yaxın bir yerdə insan qalıqları tapıldı. Polislər dərhal araşdırma başlatdı və ailədən götürülən DNT nümunələri ilə müəyyən edildi ki, həmin qalıqlar Brandon'a məxsusdur. Təəssüf ki, hadisənin necə baş verdiyi hələ də məlum deyil. Həmin gecə Brandon nə görmüşdü, kimdən qaçırdı? Bu və digər sualların cavabı hələ də məlum deyil. Qeyri-adi hadisələri araşdırırıq. Abunə olaraq bizə dəstək ol.